Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlman bacı və qardaşlarım, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Quran-ı Kərimdən olan qissələrə və həmçinin toxunmağa davam edirik. Bu günləri Allah Subhanahu wa Ta'ala'nın Tövbə surəsi 117, 118 və 119-cu ayətlərdə bizlərə xəbər verdiyi sahabələr barəsində olacaq. Düzdür, onların adları o ayətlərdə qeyd olunmur. Lakin Allah Subhanahu wa Ta'ala bu ayətləri bizlərə nazil etmiş və hər bir müsəlman bu ayətləri oxuduğu zaman bu üç sahabə onların ağlında canlanır. Gözünün qabağında həmin o hadisə canlanır. Və bu sahabələrdən biri də Kəb ibn Məlik radiyallahu anhudur. Hansı ki onun barəsində Allah Taala qiyamət gününə qədər oxunan ayətlər nazil etmişdir. Və bu hadisəni də bizə Buxari və Müslim öz səhih əsərində xəbər vermişdilər. Allah Subhanahu wa Ta'ala bu ayətlərdə belə buyurur. Allah çətin saatda bir qisminin ürəyi şək-şübhəyə düşüb Peyğəmbərdən və cihaddan dönmək üzrə ikən, Peyğəmbərə, onun ardınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra Allah onlara qarşı şəfqətli və mərhəmətli olduğu üçün tövbələrini qəbul buyurdu. Həmçinin Təbuk döyüşündən geri qalmış 3 nəfərin də tövbələrini qəbul etdi. Belə ki, gen dünya onlara dar olmuş, ürəkləri qəm-qüssədən təngə gəlib sıxılmışdı. Onlar Allahdan, Allahın əzabından yalnız onun özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Allah onlara tövbə etmək üçün nəsib etdi tövbəni. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhimlidir. Ey iman gətirənlər, Allahdan qorxun və doğru olanlarla olun. Bəli, bu ayətlər bizlərə səmimi olmağı, ixlaslı olmağı və doğru olanlarla bir yerdə olmağı və doğruluğunun üzərində durmağı bizlərə öyrədir. Və Allah Subhanahu wa Ta'ala digər bir ayətdə də bizlərə buyurur ki, həqiqətən də Allah doğru danışan kişilər və qadınlar üçün məğfirət, bağışlanma və böyük bir mükafat hazırlamışdır. Elhamdülillah ki, Buxari və Müslimdə keçən bu qissə də bizlərə bir çox şeyə öyrədir, dəyərli müsəlmanlar. Müsəlmanın səmimi olması, ixlaslı olması, doğru dürüst olması, Allah Subhanahu Taala onu ucaldacaq. Allah Taala onu sindiqlərdən, doğrulardan edəcək. Necə ki, Kəb ibn Məlikin qissəsi kimi. Dinləyək. İbn Şihab deyir ki, mənə Abdullah ibn Kəb, yəni Kəb ibn Məlikin oğlu, xəbər verdi ki, atası Kəb ibn Məlik yaşlandığı zaman, kör olduğu zaman oğulları içərisində ona ən çox həyatda köməkçisi, bələdçisi olmuşdur. Və Abdullah ibn Kəb atasının ona Təbuk döyüşü ətrafında baş verən hadisəni bu cürünə anladır. Kəb ibn Məlik deyir ki, mən bu ana qədər, yəni Təbuk döyüşündən başqa, Peyğəmbər sallallahu aleyhi və səlləm iştirak etdiyi döyüşlərin heç birindən geri qalmamışdım. Və bir də Bədr döyüşündə iştirak etməmişəm məndir. Lakin bu döyüşdə geri qalan, iştirak etməyən kimsələrdə heç biri qınanılmamışdır o döyüşə getmədiklərinə görə, Bədr döyüşü. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm və müsəlmanların bu səfərə çıxmaqlarının səbəbi Şamdan gələn Qureyş karvanı ələ keçirmək idi, döyüş deyildi. Yəni Bədr döyüşü biz bilirik ki, müsəlmanlar ora döyüş üçün getməmişlər. Onlar getmişlər öz mallarını geri almağa. Lakin Allah Taala müsəlmanlarla düşmənlərini bir-biri ilə etdi, qarşılaşdırdı.
Ona görə Kəb ibn Məlik deyir ki, mən bu iki döyüşdən başqa bütün döyüşlərdə olmuşam. Və tarixçilər deyirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm 27, bəzi mənbələrə görə 29 dənə döyüşdə iştirak etmişdir. Və bunlardan yalnız 9-unda Allah Rasulü özü şəxsən iştirak etmişdir. Digərləri isə bu 23 illik, yəni Peyğəmbərlik həyatında müşriklərlə o döyüşlər baş vermişdir. Və sonra Kəb ibn Məlik radiyallahu anh deyir ki, and olsun ki, mən Əqabə gecəsi İslam'a kömək etmək üçün bizdən söz aldıqda Peyğəmbər sallallahu aleyhi və səlləm ilə bir yerdə idim. Əqaba isə bilirsiniz ki, Məkkə yaxınlığında yerin adıdır. 620-ci ildə Əqaba 1-ci Əqaba beyyəti, 621-ci ildə isə 2-ci Əqaba beyyəti olmuşdur. Yəni, həmin o yerin adıdır və həmin yerdə də bir çox səhabələr gəlib İslamı qəbul etmiş və Peyğəmbər sallallahu aleyhi və səlləmə beyyət etmişlər. Hər nə qədər insanlar Əqabədən çox Bədr döyüşünün fəzilətindən danışsalar da, mən Əqabəni Bədrə heç nə ilə dəyişməzdim. Və sonra mənim Tabuk döyüşündə Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə iştirak etməməyimə gəlincə isə bu hadisə belə baş vermişdi. Əziz və dəyərli bacı və qardaşlarım, diqqətlə dinləyin. Yəni, bu qissələr olduqca faydalıdır. Və hər bir kəs özü üçün diqqətlə dinlədiyi zaman buradan özü üçün ibrətlər tapacaq. Paylaşmağı da, bölüşməyi də unutmayın. Həqiqətən də mən o vaxt Peyğəmbər sallallahu aleyhi və səlləmdən geri qalıb döyüşə getmədiyim an heç vaxt olmadığı kimi güclü və maddi cəhətdən də təminatlı idim. Yəni, baxın sahabənin doğruluğuna və düzgünlüyünə. Yəni, deyir ki, yəni, o döyüşə getmədiyim vaxt, yəni, həm gücüm öz yerində, həm maddi, həm mənəvi tərəfdən hər bir şeyim var idi. Yəni, heç bir üzrüm yox idi mənim. Allah and olsun ki, döyüşdən əvvəl heç bir vaxt 2 dəvəm olmamışdı. Həmin döyüşdə isə 2 dənə dəvəm də var idi. Lakin bu döyüş ərəfəsində 2 dəvəm var idi. O ki, qaldı Peyğəmbər sallallahu aleyhi və səlləmə döyüşə çıxmağı istədiyi zaman getdiyi istiqamətin tam əksinə işarə edərdi Allah Rasulü. Ki, münafiqlər bilməsinlər. Bu döyüşün taktikası idi. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, müharibə, döyüş hiylədir. Döyüşə isə Peyğəmbər sallallahu əleyhi və səlləm havanın çox isti vaxtında çıxmışdı. Səfər uzaq və təhlükəli olmaqla yanaşı çox sayda olan düşmənin üzərinə yönəlmişdir. Və Allah Rasulü bu döyüşə hazırlaşsınlar deyə müsəlmanlara vəziyyəti bildirmiş və onlara gedəcəkləri istiqaməti söyləyir. Peyğəmbər sallallahu əleyhi və səlləm ilə bu döyüşə çıxan müsəlmanların sayı çox idi. Onların adlarının yazıldığı bir siyahı da yox ididir. Kəb ibn Məlik radiyallahu anh deyir ki, döyüşə qatılmayanlar isə çox az sayda idilər. Onlar da elə zənn edirdilər ki, bu haqda heç kəs bilməyəcək. Lakin bu Allah subhanahu wa ta'ala'nın onlar haqqında ayə nazil etməsinə qədər davam etmişdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu döyüşə meyvələrin yetişdiyi, ağacların gözəl kölgə verdiyi vaxt çıxmışdı. Mən isə bunlara çox meyilli idim. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə döyüşə gedən müsəlmanlar öz hazırlıqları ilə məşğul olurdular. Mən də onlarla birlikdə yola hazırlaşmaq üçün evdən çıxar və heç bir hazırlıq görmədən evə qayıdardım. Öz-özümə deyərdim ki, vaxtı hələ var. İstədiyim vaxt bunu edə bilərəm. Allahu Akbar. Yəni, Allah Rasulü sahabələrə vaxt verir ki, hazırlaşsınlar. Çünki hava isti idi, səfər uzaq idi və düşmən də güclü idi. Və onlara vaxt verir ki, hər kəsən özü hazırlaşsın. Və Kəb ibn Məlik də radiyallahu anh deyir ki, mən evdən çıxırdım, gedirdim, bilirdim ki, hazırlaşmaq lazımdır. Lakin öz-özümə üzür gətirərək deyirdim ki, hələ vaxta var, hazırlaşaram, çataram. Müsəlmanlar ciddi olaraq bu döyüşə hazırlaşdıqları zaman mən isə heç bir şey hazırlamayıb vaxtımı keçirdirdim. Nəhayət hamı hazır olduqdan sonra səhər tezdən Peyğəmbər sallallahu aleyhi və səlləm və müsəlmanlar səfərə çıxdılar. Hamı hazır olduqdan sonra səhər artıq səfərə çıxdılar. Mən isə hələ heç bir şey hazırlamamışdım. Döyüşə yol alanlar sürətlə irəliləyib və artıq çox uzaqlaşmışdılar. Mən isə qərara gəldim ki, hazırlaşıb onlara çataram.
Kaş ki mən bunu edə bilərdim, deyir. Lakin bu da mənə müyəssər olmadı. Peyğəmbər sallallahu aleyhi ve sellem və müsəlmanlar döyüşə çıxdıqdan sonra insanlar arasında dolaşdıqda məni üzən bir şey var idi ki, mən özüm kimisini orada tapa bilmirdim. Artıq baxdım ki, münafiqlər qalıb, qocalar qalıb, uşaqlar qalıb, zəiflər qalıb. Yəni, mənim bunların içərisində nə gəzirəm? Hamı çıxıb gedib döyüşə, mən isə hələ də buradayam. Və heç bir üzürüm, heç bir səbəbim də yoxdur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem Təbuka çatıncaya qədər məndən heç soruşmamışdı. Təbukda sahabələrin əhatəsində oturarkən məni xatırlayaraq soruşub ki, Kəb bin Məlik haradadır? O nəsə gözümə dəymir. Bəni Səlim qəbiləsindən olan biri deyir ki, ya Rasulullah, onu ikil paltarı və təkəbbürlüyü döyüşə getməyə qoymadı, deyir. Muaz ibn Cəbəl radiyallahu anh isə dedi ki, vallahi ya Rasulullah, biz Kəb bin Məlik haqqında xeyirdən başqa bir şey bilmirik. Və Allah Rasulü heç bir şey deməyib sustu. Allah Rasulü, baxın görün, sahabə digər sahabənin yanında olmayan qardaşını necə müdafiə etdi? Dərhal onu müdafiə etdi. Dedi ki, mən ondan pis bir şey görməmişəm. Hətta cihada gəlməmişdi. Cihada gəlməmişdi belə. Onun haqqında pis deyən insana heç bir söz deməyə dedi ki, mən onun haqqında pis bir şey eşitməmişəm. Allahu Akbar. Sonra deməli, Peyğəmbər s.ə.v Əbu Heysəmə deməli, bu an düm ağ paltarda bir adam göründü. Bu Əbu Heysəmə idi. Həqiqətən baxdıq ki, gələn Əbu Heysəmə Əl-Ənsari idi. Bu kimsəni münafiqlər döyüşə bir sağ xurma verdiyi üçün ələ salırdılar. Allahu Akbar. Kəb bin Məlik radiyallahu anh deyir ki, artıq Peyğəmbər sallallahu aleyhi ve sellemin Təbukdan Mədinəyə doğru yönələrək gəldiyi xəbəri mənə gəlib çatdı. Şiddətli hüzün və dərin kədər məni bürüdür. Artıq sahabələr getdilər döyüşə və üstündən bir müddət keçəndən sonra Kəb bin Məlik deyir ki, artıq biz xəbər tutduq ki, onlar geri qayıdırlar. Və məni deyir, hüzün və kədər bürüdü ki, mən Allah Rasuluna nə cavab verəcəm? Subhanallah lazım, diqqətlə dinləyin. Artıq yalan bəhanələr düşünməyə başladım. Və öz-özümə Peyğəmbər sallallahu aleyhi ve sellemin qəzəbindən nə ilə qurtula bilərəm? Deyirdim. Hətta ailə üzvlərimin içərisində ağıllı və ağ saqqal insanlardan məsləhət almaq üçün kömək tələb edirdi. Mənə Peyğəmbər sallallahu aleyhi ve sellemin Mədinəyə yaxınlaşması xəbəri verilincə batil və yalan fikirlər məndən uzaqlaşdı. Artıq başa düşdüm ki, yalan və boş sözlərlə Peyğəmbərin qəzəbindən qurtula bilməyəcəm. İnsan da belədir. Görürsən ki, etdiyi səhvləri, günahları örtbasdır etmək üçün bəhanələr axtarır. Min cürə yalandan uydurmağa çalışır. Və Kəb bin Məlik deyir ki, mənə də şeytan bu cürə vəsvəsə etdi. Amma artıq şəhərə dahil olduğunu bildikdə düşündüm ki, yalan danışmağına onu aldada bilməyəcəm. O Allahın Rasuludur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem səhəri Mədinəyə gəldi. Və həmişə səfərdən qayıtdığı zaman ilk olaraq məscidə girər, 2 rükət namaz qılardı. Və oturub cəmaatla söhbət edərdi. Bu dəfə də adəti üzrə eyni şeyi etdi. Təbuk döyüşünə getməyənlər bir-bir Allah Rasuluna yaxınlaşıb üzrxahlıq bildirir və bunu and içməklə doğrulayırdılar. Kim ki getməmişdi, onlar gəlirdi ki, ya Rasulullah, biz filan şeyə görə getməmişik, vallahi buna görə getməmişik. Təbuk döyüşünə getməyənlərin sayı 80 nəfər idi, 80 nəfər. Və Peyğəmbər sallallahu onların zahirinə baxaraq üzrxahlıqlarını qəbul etdi. Və iç üzlərini isə Allaha həvalət edərək onlar üçün bağışlanma diləyirdi. Nəhayət deyir, növbə mənə gəlib çatdı. Yaxınlaşıb salam verdim. Qəzəbli bir gülüşlə təbəssüm etdi. Allahu Akbar. Sonra mənə dedi ki, yaxınlaş. Mən də yaxınlaşıb onun yanında oturdum. Allah Rasulü dedi ki, nə üçün bizimlə getmədin? Məgər sən beyyət etməmişdin? Kəb bin Məlik deyir ki, ya Rasulullah, Allaha and olsun ki, səndən başqa bir kimsənin yanında oturmuş. Diqqətlə dinləyin. Ya Rasulullah, əgər səndən başqa bir kimsənin yanında oturmuş olsaydım, üzrxahlıq gətirərək qəzəbindən qurtarardım. Mən gözəl danışmaq qabiliyyətinə malik olan bir insanam. Lakin mən Allaha and olsun ki,
qətiyyətlə bilirəm ki, bugün sənin qəlbini ala biləcək bir yalan uydurub desəm, çox keçməz ki, Allah Taala mənim yanalımı üzə çıxardıb məni cəzalandırar. Lakin sənə düzünü desəm, yenə də mənə qəzəblənəcəksən. Lakin doğru söyləməklə uca Allahdan xeyirli sonluq ümid edirəm. Subhanallah. Ona görə də nə olursa olsun, heç vaxt yalan danışma. Həmişə doğrunu söylə. Doğru söz söylə. Onda Allah Taala insanı ucaldacaq. Ən çətin anda da belə. Vallahi ki, bugünkü kimi heç bir zaman bu qədər güclü və geniş imkanlara sahib değildi. Kəb ibn Məlik dedi ki, Peyğəmbər s.ə.v bu kimsə həqiqəti söylədi. Ey Kəlb, qalx, Allah sənin haqqında hökmünü verənə qədər gözlə deyə buyurdu. Mən də qalxdım. Bəni Sələmə qəbiləsinə olan kimsələr də qalxdılar. Arxadan mənə yaxınlaşaraq, vallah biz bundan əvvəl sənin bir günah etmiş olduğunun şahidi olmamışıq. Sən də digərləri kimi bir üzür gətirib canını qurtarardın da. Peyğəmbər sallallahu aleyhi ve sellem də sənin üçün bağışlanma diləyərdi və Allah Taala da səni bağışlayardı. Niyə ki, sən bir dənə üzür gətirmədin? Kəb dedi ki, Allaha and olsun ki, Bəni Səlimə qəbiləsində olanlar mənim üstümə o qədər düşdülər ki, bir anlığa geri dönüb dediklərimi geri götürmək istədim. Bu an mən onlara mənimlə bərabər bu vəziyyətdə olan bir kimsə varmı? Elə bir Allah Taala, yəni o qədər mənim üstümə düşdülər ki, artıq istəyirəm geri qayıdım, sözlərimi geri götürüm. Ki, ya Rasulullah, bəs bu üzrlərə görə gəlməmişəm. Lakin bir anlıq elə bir Allah Taala mənim qəlbimə, beynimə bu cür fikirlər saydı. Ki, mənimlə bərabər bu vəziyyətdə olan kimsə varmı? Yəni, mənim kimi kimsə var, üzrü yoxdur. Onlar dedilər ki, bəli, 2 nəfər sənin söylədiyi kimi söylədilər və sənə söylənilən sözlərin də eynisini onlara da Allah Rasulü dedi. Və Kəb dedi ki, onlar kimlərdir? Murra ibn Rabi'a əl-Əşari və Hilal ibn Umeyyə əl-Vəqfi dedilər. Kəb dedi ki, mənə Bədir döyüşündə iştirak etmiş 2 salih kimsənin adlarını çəkdilər. Onlar ikisi də Bədirdə iştirak etmişdilər. Bunlar mənə söyləndikdə, mən də öz fikirlərimdən vaz keçib onlardan nümunə götürməyi öz üzərimə götürdüm və qərar verdim ki, onlar kim olacaq. Və bizim heç bir üzrümüz yox idi. Və biz gəldik Allah Rasulunun yanına, bu cürlə də söylədik. Və Allah Rasulü buyurdu ki, gedin, sizin haqqınızda Allah Taala vəhiy edənə qədər gözləyin. Vəssalam. Bundan sonra Kəb ibn Məlik deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem döyüşə getməyənlər içərisində yalnız bizim üçümüzlə danışmağı qadağan etdi. Cəmaat da bizdən uzaq durmağa başladılar. Elə bir vəziyyət yarandı ki, hətta yaşadığım torpaq da mənə qəribə gəlirdi. Artıq bu mənim tanıdığım torpaq deyildi. Bu hal 50 gün davam etdi. 50 gün siz təsəvvür edin ki, bunlara heç kim salam verməyib. Bunlarla heç kim əlaqə saxlamayıb. Mənim 2 dostuma gəlincə isə onlar cəmaatdan ayrılaraq evlərinə çəkilib, günlərini ağlamaqla keçirdirdilər. Mən daha gənc və qüvvətli olduğum üçün evdən çıxar, cəmaat namazlarında iştirak edər və bazarları dolaşardım. Lakin heç kimsə mənimlə danışmırdı. Namazdan sonra Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına gəlib ona salam aleykum dedi. Öz-özümə fikirləşdim ki, görəsən salamımı cavab olaraq dodaqlarını tərpətdimi, yoxsa yox. Namazlarımı Peyğəmbər s.ə.v-in yanında qılırdım və gizlincə ona baxırdım. Namazı qıldıqdan sonra o mənə tərəf baxardı. Lakin mən ona tərəf baxan kimi dərhal Allah Rasulü üzünü çevirərdi. Bu hal uzun müddət davam etdikdən sonra bir gün evdən çıxıb insanlar içərisində ən çox sevdiyim əmim oğlu Əbu Qatadənin yanına yollandım. Onun bağçasının divarına yaxınlaşıb hasarından çıxdım və salam verdim. Allaha and olsun ki, salamımı almadı. Mən dedim ki, ey Əbu Qatadə, Allah xatirinə de görüm, mənim Allah və Rasulunu sevdiyimi bilirsənmi? O da cavab vermədi. Mən yenə dedim, Allah xatirinə soruşdum səndən. 3-cü dəfə dedikdə, Allah xatirinə soruşdum və dedi, Allah və Rasulü bu haqda daha yaxşı bilir ki, sən Allah və Rasulunu sevirsən, yoxsa yox. Gözlərim yaşla doldu. Hasardan evi enib, evimə qayıtdım. Bir gün Mədinə bazarlarını dolaşırdım. Bu vaxt Şamdan Mədinəyə ticarət üçün gələn xristiyan əkinçilərdən biri mənə Kəb ibn Məlik göstərin deyə soruşdular. Cəmaat mənə tərəf işarət etməyə başladı. Siz təsəvvür edin ki,
Şamdan Mədinəyə xristianlar gəlir. Bu söhbət gedib artıq onlara da çatır. Bu bir imtahan idi Allah Taala'dan. Və onlar deyir, məni axtardılar o xristianlar. Və əkinçi mənə yaxınlaşıb Qassani malikindən bir məktub verdi. Mən də yazıb oxumağı bacardığım üçün məktubu oxudum. Məktubda deyir, bunlar yazılmışdı. Bizə xəbər çatıb ki, dostun səni tərk edib. Lakin Allah sənin təhqir olunmağına və sənə qarşı haqsızlıq edilməsinə imkan verməz. Bizə qoşul, sənə qarşı gözəl rəftar edir. Məktubu oxuyub, bu da bir imtihandır deyib onu yandırdım. Subhanallah lazım. Və şeytan belə vaxtı insana görürsən ki, düşmən olan kəsləri göndərir. Hansı ki, bugünə kimi səni sevməyən, səni xoşlamayan insanlar hamısı sənə yaxınlaşır və səni öz tərəflərini çəkmək üçün bu cümlə yollara əl atırlar. Beləcədir, izdirablı 50 gündən 40 gün keçmişdi. Allahın hökmü isə hələ də gəlməmişdi. Peyğəmbər sallallahu aleyhi və səlləmin elçisi Xuzeymə ibn Samit yanıma gəlib dedi ki, Allah Rasulü sənə zövcəndən ayrı durmağı əmr edir və ona yaxınlaşma. Və mən dedim ki, yoldaşımı boşamalıyam, yoxsa necə? O dedi ki, xeyr, sadəcə ondan uzaq dur və ona yaxınlaşma. Bu əmr eyni ilə 2 dostuma da verilmişdi. Mən də zövcəmə dedim ki, Allah bu haqda hökm verənə qədər öz ata evinə get və orada gözlə. Hilal ibn Umeyyənin zövcəsi Peyğəmbər s.ə.v-in yanına gələrək həmin o digər sahabələr hansı ki, bununla bərabər gözləyirdilər. Ya Rasulallah, Hilal ibn Umeyyə qocalmış, ixtiyar yaşına çatmışdır, gücü və qüvvəti qalmamışdır. Xidmətçisi də yoxdur. Ona xidmət etməyimi pis görmə. Peyğəmbər s.ə.v sən ona xidmət edə bilərsən. Lakin o sənə yaxınlaşmamalıdır. Qadın, ya Rasulallah, Allaha and olsun ki, heç bu haqda düşünmür. Bu qohum haqda düşünmür. Bu imtihan bəla başlayan gündən bu günə qədər ağlamaqdan başqa bir şey də bilmir. Bu hadisədən sonra yaxınlarımdan, qohum əqrabalarımdan bəziləri mənə dedilər ki, sən də yoldaşın haqqında Peyğəmbər s.ə.v izin istə. Axı Peyğəmbər s.ə.v Hilal ibn Umeyyənin yoldaşına ona xidmət etməyə izin vermişdi. Və mən dedim ki, vallahi mən buna görə Peyğəmbər s.ə.v-dən izin istəmərəm. Nə bilim Peyğəmbər s.ə.v mənə nə deyəcək? Axı mən cavanam, o isə yaşlıdır. Ona görə ona izin verdi. Tam 50 gün gəlib keçdi. Səhəri sübh namazını evimin damında qılırdım. Allah haqqında bu ayətləri nazil etdi. Belə ki, gen dünya onlara dar olmuş, ürəkləri qəm-qüssədən təngə gəlib sıxılmışdı. Nəfsim sıxılmış, yer üzü geniş olmağına baxmayaraq mənə dar gəlirdi. Bu an Səl dağı üzərindən, ey Kəb ibn Məlik, müjdələr olsun sənə. Qışqıran birisinin səsini eşitdim. Dərhal səcdəyə qapandım və başa düşdüm ki, artıq rahatlıq gəlib. Peyğəmbər sallallahu aleyhi və səlləm sübh namazından sonra Allahın tövbələrini qəbul etmiş 3 nəfərin xəbərini cəmaata bildirmişdir. İnsanlar bu xəbəri bizə çatdırmaq üçün gəldilər. Məni müjdələmək üçün 2 nəfər, biri Zubeyr ibn Affan, digəri isə Sel dağından qışqıran Əsləm qəbiləsində olan Həmzə ibn Amir adında bir nəfər idi. Səsini eşitdim, müjdəçi mənim yanıma gəlincə əynimdə olan paltarı çıxartdım, ona verdim. Allaha and olsun, o gün bundan başqa paltarım yox idi. Əmanət olaraq Əbu Qatadədən 2 paltar aldım. Geyinib Peyğəmbər s.ə.v yanına yolladım. Yolda insanlar axın-axın məni qarşılayır, tövbəmin qəbul olmasına görə məni təbrik edirdilər. Allahın tövbəmi qəbul buyurduğuna görə mübarək olsun sənə deyirdilər. Nəhayət məscidə çatdım. Peyğəmbər s.ə.v sahabələrin əhatəsində oturmuşdu. Təlhə ibn Ubeydullah məni görəcək dərhal yerindən qalxdı və mənə tərəf yürüyərək əlini sıxdı və məni təbrik etdi. Vallahi ki, mühacirlərdən Təlhə radiyallahu anhudan başqa heç kəs ayağa qalxmadı. Mən onun bu əməlini heç vaxt unutmadım. Ona görə də çətin anda səninlə xoş rəftar edən insanın xoş əməlini insan heç vaxt unutmur. Çünki insanın həmişə o çətin anda kim ki onun yanında olur, bax onlar yadda qalır həmişə. Kəb ibn Məlik deyir ki, Peyğəmbər s.ə.və salam verdim. Onun üzü sevincdən parlayırdı. O buyurdu ki, anan səni doğduğu gündən bəri bu günə kimi sənin üçün ən xeyirli bir gündür. Ey Kəb. Mən də dedim ki, ya Rasulallah, bu müjdə sən tərəfdəndir, yoxsa Allah tərəfindən? Xeyr, uca Allah tərəfindən də dedi. Sevindirici bir hadisə baş verdi, Peyğəmbər s.ə.v mübarək üzü ay parçası kimi parlayardı.
Və biz də onun mübarək üzünə baxdıqda bu sevinci hiss edərdik. Allah Rasulunun yanına yaxınlaşıb oturdum. Ya Rasul, tövbəmin qəbul olunmasına görə malımın hamısını Allah və Rasulun yolunu kasıblara paylamaq istəyirəm. Peyğəmbər s.ə.v buyurdu ki, yaxşısı olar ki, onun bir hissəsini özünə saxlayasan, digər hissəsini isə paylayasan. Mən Xeybərdəki payıma düşən hissəmi özümə saxladım. Ya Rasulullah, Allah məni yalnız doğru söylədiyim üçün bu imtihandan qurtardı. Həyatım boyu doğru olmayan başqa bir söz söyləmərəm. Mən vallahi bunu Peyğəmbər s.ə.v söylədikdən sonra müsəlmanlarda elə bir kimsə tanımıram ki, doğru danışdığına görə Allahın mənə göndərdiyi imtihandan daha yaxşısını ona göndərmiş olması. Allahu Akbar. Allah Subhanahu bizi sadiqlərdən etsin. Doğru, dürüstlərdən etsin. Və dilimizi yalandan qorusun. Vallahi ki, mən Peyğəmbər s.ə.və bu sözləri söylədikdən sonra bu günə qədər bilərək yalan danışmamışam. Ümid edirəm ki, nə qədər ömrüm qalıbsa Allah məni yalan danışmaqdan qoruyacaqdır. Allah mənə ehsan buyurduğu nemətlər içərisində məni İslama hidayətdən sonra Peyğəmbər s.ə.və doğru söylədiyim və məni yalan söyləyib, yalanları nəticəsində həlak olanlardan etməmişdir. Həqiqətən Allah yalan söyləyənlər haqqında vəhy edərək hər hansısa bir kimsəyə söylənəcək ən pis şeyi onlara söyləmişdir. Yalanlarına Tövbə surəsi 95-96. Yalanlarına qayıtdığınız zaman onlardan üz döndərməməniz, onları məzəmmət etməməniz üçün yalandan Allaha and içəcəklər. Siz də onları məzəmmət etməyin. Çünki onlar murdardılar və qazandıqları günahlara görə düşəcəkləri yer də cəhənnəmdir. Onlardan razı olsanız deyə qarşısında Allaha and içəcəklər. Siz onlardan razı olsanız da Allah fasik bir tayfadan razı olmaz. Biz üçümüz o biriləri kimi Peyğəmbər s.ə.və and içdikləri və Peyğəmbər s.ə.və də onların adlarını qəbul edib, onlar üçün bağışlanma dilədiyi vaxt onlardan geri qaldı. Peyğəmbər s.ə.və bizim bu işimizi Allahın bu haqda hökmü gəlincəyə qədər təxirə saldı. Bu ayədə qeyd olunan geri qalanlar ifadəsi heç də bizim Təbuk döyüşündə geri qalmağımız deyildir. Əksinə, Peyğəmbər s.ə.v bizi və bizim tövbələrimizin Peyğəmbər s.ə.və and içərək üzrxahlıq gətirənlərin hökmündən sonraya buraxılması mənasındadır. Peyğəmbər s.ə.v Təbuk döyüşündə 4-cü günü çıxmış və 4-cü günündə səfərə yollanmağı Peyğəmbər s.ə.v xoşlayardı. Və qayıtdıqda isə məscidə girərək 2 rükət duha namazını qılmağı Allah Rasulunun sünnə əməllərindəndir. İbrətlərlə, faydalarla dolu olan bir qissə. Allah Subhanahu bizi eşidib faydadan qullarına etsin. Allah'a emanet olun. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.